Salam uşaqlar. Uşaqlar bu günləri sizə faiz mövzusunun izahını verəcəm. Demək, faiz. Baxaq, görək ki, faiz nəyə deyilir? Ədədin faizini tapmaq üçün ədədi faizə vurub 100-ə bölmək lazımdır. Məsəl üçün, deyirəm ki, 60 ədədinin 20 faizini tapın. 20 faizini tapın. Bunun üçün nə edirik? 60-ı 20-yə vururuq, bölürük 100-ə. Bərabərdir. Hər birini 10-a ixtisar edirik. 20 ilə 100 ixtisar getdi 10-a. 60 ilə 10 da ixtisar gedir. Qalır 6 vur 2. 12. Məsəl üçün, istənilən bir ədədlər üçün bu keçərlidir. Və yaxud da deyir ki, onluq kəsir verir. Deyir 7,5-in, tutaq ki, nə bilim, 12 faizini tap. Belə deyir. Neyinirik? 7,5 vur 12 böl 100. 7,5-i vururuq 12-yə. Neçə eləyəcək? 750, o da eləyəcək 150. 900, vergül ayırırıq, eləyir 90. Siz vura bilmirsiniz, şifahi alt-alta vurun. %90 nə deməkdir? 10-da 9, hər biri 10-a ixtisar gedir. 0,9. Demək, ədədin faizini tapmaq üçün nə edirik? Ədədi faizə vurub 100-ə bölürük. Biz faizə görə ədədi tapmaq üçün nə edirik? Məsəl üçün, bizə deyir ki, 20 faizi 15 olan ədədi tapın. 15 olan ədədi tapın. 20 faizi 15 olan ədədi tapmaq üçün, yəni birinci faiz verilirsə, sonra ədəd verilirsə, bu faizə görə ədədin tapılmasıdır. Bunun üçün nə edirik? Ədədi 100-ə vurub 20-yə, yəni faizə bölürük. Faizlə ədədin yerini səhv salmayın. Bu ədəddir, bu faizdir. Yanında faiz yazılırsa, deyilirsə və yaxud da sözlə, demək faiz budur. Sadəcə bayaqkindən fərqi odur ki, ədəd yerində qalır. Faizlə 100-ün yeri dəyişir. Yəni, belə yadda saxlayın. Buradan da sonra ixtisarımız var. 120-yə bölünür 5, 15-i də 5-ə vururuq, eləyir 75. Məsəl üçün, deyir ki, 0,5 faizi 6,2 olan ədədi tap. İndi bunu tapmaq üçün nə edirik? Yenə də ədəd budur. Faiz 100-ə vurub faizə bölürük. 0,5. Belə sadə misalları eləmək üçün necə edirik? Onluq kəsirsə, görürük burada da vergüldən sonra bir ədəd var, burada da vergüldən sonra bir ədəd var. Demək, onda hər birini biz 10-a vura bilərik. Onlar bu 62, bu da 5. Yəni, kəsin surət və məxrəcini eyni bir ədədə vurub bölə bilərik. Onda 105-ə ixtisar gedər, qalar 20. 62-ni də 20-yə vuranda 1240 eləyər. Bir də indi ədədin ədədə görə faizini izah edeyim. Məsəl üçün, deyir ki, 15 ədədi 30 ədədinin neçə faizidir? 15 ədədi 30 ədədinin neçə faizidir? Bu, bunun neçə faizidirsə, bunu tapmaq istəyiriksə, onda nə edirik? Birinci gələn ədədi 15-i 100-ə vurub, bölürük 30-a. 15 30-dan ixtisar gedir 2, 100 də 2-yə bölünür 50. Demək, ədədin ədədə görə faizini tapmaq üçün nə edirik? Birinci ədədi 100-ə vurub faizə bölürük. Bugünkü dərsimiz bu qədər. Demək, bu sizin üçün faiz dərsi idi. Yəni, bir də balaca bir şey qalıb, qoy onda deyim. Faizi ədədə çevirmək üçün və bir də ədədi faizi çevirmək üçün. Bir də onu da deyim, yekunlaşdıraq. Məsəl üçün deyirəm ki, 0,10-dakı ədədini faizlə ifadə et. Faizlə ifadə et. Faizlə ifadə etmək üçün nə edirik? Ədədi faizə çevirmək üçün nə edirik? 100-ə vururuq. 100-ə vururuq. Eləyir neçə? 1, 2, vergül 2 dənə sürüşür. 1, 2, 20. Demək, və yaxud da ki, belə də eləyə bilərdik. Məsəl üçün, deyir bizə ki, faizi ədədə çevirin. Demək, ədədi faizə çevirmək üçün nə elədik? 100-ə vurduq. Biz faizi ədədə çevirmək üçün, məsəl üçün, deyir ki, 60 faizi ədədlə ifadə et. Onda faizi 60-ı, yəni nə edəcəyik? 100-ə böləcəyik. Olacaq, yan bayan da bölə bilərik, kəsirlə də bölə bilərik. Olacaq
onda 6, yəni 0,6. Demək, faizi bir də başdan bir dənə təkrarlayaq. Baxın diqqətlə uşaqlar. Ədədin faizini tapmaq üçün nə etdik? Ədədi faizə vurub 100-ə böldük. Faizə görə ədədi tapmaq üçün nə etdik? Ədədi 100-ə vurub faizə böldük. Ədədin ədədə görə faizini tapmaq üçün nə etdik? Birinci ədədi 100-ə vurub, o biri ikinci ədədə böldük. Ədədi faizə çevirmək üçün nə etdik? Ədədi 100%-ə vurduq, 100-ə vurduq, belə deyək. Faizi ədədə çevirmək üçün nə etdik? Faizi 100-ə böldük. Bugünkü dərsimiz bu qədər.